olunacaq. Az sonra. Təbii ki, hörmətli telesəhər tamaşaçıları, biz tez-tez efirdə müxtəlif məlumatları sizə çatdırırıq və istərdik ki, o məlumatlardan birini də nəzərinizə çatdıraq ki, bilirsiniz ki, tez-tez arzu edirik ki, heç kəsin başına belə bir hadisə gəlməsin. Valideynlərdən birini biz dünyasını dəyişəndə adətən sosial bir müavinatlar təqdim olunur və ay ərzində o müavinatlar təqdim olandan sonra gənc təbii ki, yaşayır, məktəbə qədər hazırlığa başlayır. Amma indi müəyyən bir dəyişikliklər də olacaq ki, bu haqqında sizə məlumat verəcək. Bəli, elə növbəti mövzumuz da bununla bağlıdır ki, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqları təhsil pilləsini bitirdikdən sonra, yəni orta təhsil ola bilər, ali təhsil, peşə təhsilini bitirdikdən sonra 2600 manat müavinət təqdim olunacaq. Mövzunu araşdırmışıq, hansı qaydalarla tətbiq olunacaq, kimlər müraciət edə bilər, ümumiyyətlə bu mövzuya, bu suallara sujetimizdə cavab tapacağıq. Valideyn himayəsindən məhrum olmuş uşaqlar dəstək istiqamətində növbəti mühüm addım atılıb. Artıq təhsillərini başa vuran bu gənclərə birdəfəlik müavinət veriləcək. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların, həmçinin onların arasından olan şəxslərin sosial müdafiəsi mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən təmin olunur və qorunur. Həmin şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman ödənilən birdəfəlik müavinətin məbləği 2600 manat müəyyən edilib. Köhnə qərarla bu məbləğ 265 manat məbləğində mövsümi geyim və ayaqqabı, həmçinin ümumi respublika üzrə orta aylıq əmək haqqının kimisindən az olmayaraq yardım verilirdi və görünür ki, bu qərarda köklü şəkildə dəyişiklik edilib dövlətimiz tərəfindən və daha böyük maliyyə vəsaiti təmin olunmuşdur. Bununla bağlı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında qanunda bu ilin aprel ayında dəyişiklik edilib. Sözügedən dəyişikliyi ölkə başçısı İlham Əliyev tərəfindən fərmanla təsdiq olunub. Fərmana uyğun olaraq bir neçə gün əvvəl Nazirlər Kabineti birdəfəlik müavinətin ödənilməsi qaydalarını təsdiq edib. Valideyn himayəsindən məhrum olunmuş uşaqlar dedikdə isə valideynlik hüquqlarından məhrum edilən, valideyni məlum olmayan, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan, ölmüş elan edilən, həmçinin də cəzaçəkmə müəssisələrində cəza çəkin və qanunvericilikdə nəzərdə tutulmuş digər qaydada valideyn himayəsindən məhrum edilən 18 yaşına dək şəxslər nəzərdə tutulur. Bundan başqa bir valideyni vəfat etmiş və o biri valideyni birinci qrup əlil olan 18 yaşına da şəxslər də valideyn himayəsindən məhrum edilmiş şəxslər hesab edilirlər. Bəs birdəfəlik müavinətlərin alınması üçün valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan şəxslər necə və hara müraciət etməlidirlər? Bunun üçün həmin vətəndaşlar təhsil pilləsini başa vurduqdan sonra həmin təhsil müəssisəsinə müraciət edərək bu müavinəti almaq hüququna malikdirlər. Vəsait dövlət büdcəsindən hər bir təhsil müəssisəsinin hesabına köçürülür. Vəsaitin alınması uzun bir zaman tələb etmir, çünki elektronlaşıb. Eyni zamanda artıq valideynləri itirmiş və valideyn himayəsindən məhrum olan vətəndaşımız universitetə daxil olan zaman vəsait nəzərdə tutulduğu üçün bir neçə gün ərzində də müraciət etməklə vəsaiti almaq imkanına malikdir. Bu qərar gənclərin gələcək planlarını qurmaqda və öz ayaqları üzərində dayanmaqda mühüm rol oynayacaq. Mədinə Cəlal, Sabir Şafirədov, Telesəhər. Davam edir hörmətli